Herkese salam. Yeni bir vlogla qarşınızdayım. Ümid edirəm ki, yaxşısınız. Mən yaxşıyam. Belə sizin üçün vlog başladım. Alinanı gəzməyə çıxarmışdıq, biraz hava alsın deyə. Həm də özümüz gəzdik. Yoldaşım 10 gündür ki, evdədir. Yəni tətildə onlarda. Buna görə də çıxdıq, belə parkda biraz hava aldıq. Təzə güllər əkmişdilər burada. İstədim sizə də göstərim. Bura Nərimanov parkıdır. Biz tez-tez bura gəlirik və burada hava alırıq. Hava da çox yaxşı idi. Ümumiyyətlə mən belə tez-tez çıxıb gəzməyi xoşlayıram. Sadəcə Alina olduqdan sonra biraz çölə çıxmaqda çətinləşib artıq. Yəni uşağı geyindirmək, havanı nəzarətdə saxlayıram ki, çox soyuq olduğu zaman çıxmayım filan. Bu şeylərə çox fikir verirəm. Və bundan sonra parkda biraz gəzdik və gəldik evə. Burada da həmişəki makiyaj məhsullarımla sadə bir makiyaj etdim və biz gedirik Neftçilərə. Bu arada da burada gördüyünüz qələmi qaş qələmidir, Flormarın. Mən onu təzə almışam və qaşımdan daha çox gözümə liner kimi istifadə edirəm və həqiqətən də çox yaxşı alınır. Burada da avtobusda belə bir mənzərə çəkdim sizin üçün. Neftçilərə gedirik və nəyə görə gedirik onu da deyim. Biz şkaf düzəltdirmişdik. Bilirsiniz, əvvəlki vloq izləyənlər bilirlər. Və bir tərəf boş qalmışdı. O hissə üçün də yeni bir şkaf sifariş verdik. Bu həftə artıq gəlməlidir. Bundan sonra da biz gəldik 28 mola və burada neçə vaxtdır ki, mən fast food yemək istəyirdim, amma yemirdim. Burada 2 kola sifariş vermişdik. Mən burada səhv elədim. Səhv menyunu seçmişəm və heç razı qalmadım. Kolanın yerinə su deyə bilərdim. Yəni bir səhvlik oldu və burgerimizdə belə balaca bir burgerlərdən sifariş vermişik. Nəysə, bundan sonra keçirəm biraz mağazalara baxmağa. Yoldaşımla birlikdə gəlmişdik və biraz mağazaları gəzdik. Harda nə var baxdıq. Düzdür, heç nə almadım. Çünki bu aralar özümə söz vermişəm ki, arıqlamadan heç nə almayacağam. Çünki aldıqlarım El Razmer olduğuna görə mən biraz arıqladıqdan sonra onları geyinə bilməyəcəm. Bundan sonra gəlirəm evə. StarX-dən gələn bir belə kargo var idi və bu kargo bacımındır. Əvvəlki videoda qeyd etmişdim. Bunu sizin üçün açıram. Bacım bunlardan birini mənim üçün sifariş edib və mənə demişdi ki, onlardan birini götürərsən və buna görə də bunlardan birini mən açdım, sizə də göstərdim və özümə götürdüm. Bundan sonra da keçirəm ikinci sifarişinə. Bu da C vitamini serumu idi. Düzü mən heç istifadə etməmişəm və hələ də bacıma bunları verə bilməmişəm. Çünki bacımgil rayondadılar. Və bu da belə qablaşdırmada gəlmişdi. İçində belə bir not var idi. Belə açaraq sizə də göstərirəm ki, içindəkini siz də görün. Sizin üçün bu videonu çəkdikdən sonra bunları yığıram hamısını bir yerə. Çünki bacım gəldikdə ona çatdıracağam bunları.
New Yorker'dən aldığım, keçən dəfə almışdım. Keçən vlogda göstərmişdim. Sadəcə koftanı göstərə bilməmişdim. Bu da sadə belə bir koftadır. Gördüyünüz kimi Alinanı bu formada mən çalışıram ki, hər gün belə üzü üstə qoyum. Çünki belə olduğu zaman onun boyu nəzərləri daha yaxşı inkişaf edir. Həm də ki, uşaqları müəyyən bir dövrdən sonra tez-tez bu formada qoymaq lazımdır. Çünki Alinanı düz tutduğumuz zaman bəzən boynunu əsdirir. Bundan sonra da keçən videoda göstərdiyim sizə kitablar var idi. Alina onları həqiqətən çox sevdi. Bilmirəm, əlimizdə telefon gördüyü zaman Alina həmişə başını çevirib baxır. Bu da biraz parlaq formada olduğuna görə bilmirəm, ona görə cəlb edir Alinanı, amma çox sevdi bunları və çox maraqla baxır oradakı heyvanlara. Mən hər gün çalışıram ki, bu heyvanların adlarını Alinaya deyim. O da maraqla baxır. Bu kitabın həm heyvanlar haqqında, həm də meyvələr olanı var idi və ikisinə də demək olar ki, eyni reaksiyanı göstərir. Və bundan sonra da bacım kosmetoloqa gedirdi və mən də onlarla getdim. Çünki Nərimanovda yerləşirdi. Alinanı da götürdüm. Hava da çox gözəl idi. Getdik kosmetoloqa və bacım üzünə bir neçə işləm etdirməli idi. Və bundan sonra da gəldim Metroparka. Biraz oturduq, yemək yedik. Və burada da bacımın qızı gözəli görürsüz. Ailə menyusu demişdi. Bu set həqiqətən də digər setlərdən daha çox sərf eləyir. Çünki burada həm də uşaq üçün oyuncaq filan bu formada da almaq olur. Biz bu seti alandan sonra hər dəfə mollara gedəndə fikir verirəm ki, insanlar yanlarında uşaq olmasa da çox vaxtı bu setdən deyirlər. Çox sərf eləyir bu set. Keçən dəfə mən sizə göstərdiyim setə də 21 manat vermişdi. Buna da 21 manat verdi. Amma bunların burgerləri həm çox böyük idi. 3 burger idi, 3 kartof və oyuncaq da verilmişdi. 3 dənə də su daxil idi. Və oyuncaqla da gözəl gördüyünüz kimi oynayır. Qızlar, bacım gelib bizdə idi. Gözəlin oyuncağı bizdə qalıb. Və bu biz evə gəlməmiş qırılmışdı. Bir gündən sonra bacım gilə gedəcəm. Sabah yox, o biri gün. Fikrim var ki, bunu düzəldim. Ondan sonra aparım, gözəl oynasın. Bugün ümumiyyətlə çox iş görmüşəm. Çox iş görmüşəm dediyim, bacım kosmetoloqa gəlirdi Nərimanova və mən də onunla birlikdə getdim. O cümlədən də Alinanı da özümlə apardım və bacım qızı ilə gəlmişdi, yəni gözəllə. Biz oradan çıxdıq və sizin də gördüyünüz kimi Metroparka getdik, orada biraz yemək yedik və evə gəlmişəm. İndi biraz acmışam və yemək yeyəcəm, istədim sizi də aparım. Bu arada mən bu şkafı neçə vaxtdır ki, yığışdırmaq istəyirəm. Sadəcə saxlamışam. Nəyə görə saxlamışam? Səbəbini də sizə izah edeyim. Çünki qış paltarları hələ də oradadır. Kurtka filan hər şey buradadır. İstəyirəm ki, buradakı pastelləri düşürüm, fərqli bir yerə yığım və həmin qış paltarlarını da bu üst hissəyə yığım. Hələ ki fikrim var, sadəcə havaları bilmək olmur. Gah soyuyur, gah isinir. Buna görə də bu hissəni saxlamışam. İndi havalar biraz düzələndən sonra artıq mart ayı bitir. Yəqin ki, bu günlərdə sizin üçün ayrıca bir vlog formasında buranı ümumiyyətlə hər tərəfli yığışdırmaq istəyirəm. Və indi də açmışam və gedək birlikdə yemək yeyək. Suyum da artıq bitir və suyumu da doldurum. Bugün ancaq bunu içə bilmişəm. Çünki heç su içməyə demək olar ki, vaxtım olmayıb. Təbii ki, çay içmişəm, amma suyu bugün az içmişəm.
Baxaq görək yeməyə nə tapırıq. Bir de bir krab salatımız var. Bundan biraz götüreceğim. Buna əlavə toyuq bişirmişdim. Peçdə bişirmişdim belə. Bundan biraz qalıb. Burada da başqa qatıq var, amma mən üşüyürəm. Ona görə də qatıq yemək istəmirəm. Burada da əslində supumuz var. Qaynanam bişirib. Ondan da yeyə bilərəm, amma çox nəsə ağır bir şey də yemək istəmirəm. Bu arada yumurta da qırılıb. Bugün qaynanamın bacısı gəlmişdi rayondan və bizə burada kənd yumurtası gətirib. Səhər yeməyində yeyəcək bunları. Bir de böyle bir şey eləmişdim. İçində sadəcə göyərti var. Göyərtini duzladım və belə hazır xəmirlərin içinə bükdüm. Yağda qızartdım. Həqiqətən də çox dadlı olur. Yoldaşım çox sevir bunu. Bundan da başqasında bunun 25 dənədir. Hazır xəmirlər üçbucaq formasında və gördüyünüz kimi 2 dənə qalıb. Burada mən yeməyimi yeyim və sizinlə bir neçə şeyi bölüşmək istəyirəm. Əvvəlcə videolarımı izlədiyinizə, bəyəndiyinizə və yorumlar yazdığınıza, ümumiyyətlə hər şeyə görə sizə təşəkkür edirəm. Bu arada videolarımı mən izləyirəm və görürəm ki, kanalıma çoxunuz abunə olmamısınız. Buna görə də sadəcə sizə xatırlatmaq istəyirəm ki, videolarımı əgər bəyənirsinizsə, vloqların davamının gəlməyini istəyirsinizsə, kanalıma da abunə olun. Kanalıma abunə olmaq sizin üçün sadə bir toxunuş ola bilər, amma mənim üçün həqiqətən də çox önəmli bir şeydir. Mən bunu gördüyüm zaman daha çox həvəslənirəm və daha həvəslə videolar çəkirəm və vloqlar yaradıram. Buna görə də əgər abunə olmamısınızsa hələ də kanalıma abunə olmağınızı sizdən xahiş edirəm. Abunələr artdıqca insan daha məsuliyyətlə, daha da gözəl işlər yerinə yetirməyə çalışır. Bundan başqa da burada gördüyünüz kimi biz Keşdə bazarına getmişdik. Həmişə Keşdə bazarı Nərimanovdaydı və biz rahatlıqla oraya gedib gələ bilirdik, tez-tez gedirdik. Amma sonradan Keşdə bazarının yeri dəyişdi və Eurohome-da yerləşir indi. Və biz oraya getdik, görək necədir, əvvəlki kimidir. Amma heç gözlədiyimiz kimi olmadı. Demək olar ki, pendir, şordan başqa heç nə almadıq. Çünki normal bir şey yox idi. Əvvəllər hər qiymətə məhsullar var idi və biz özümüzə uyğun olan şeyi ala bilirdik. Amma bu dəfə gördük ki, daha çox baha qiymətə satılan məhsullar orada yerləşdirilmişdi. Beləliklə biz öz tanıdığımız adamlardan pendirimizi aldıq və qayıtdıq. Bundan başqa qızlar, sizin günləriniz necə keçir? Mənim üçün çox maraqlıdır. Mənim kanalımda hər yaş təbəqəsinə aid olan insanlar var. Mən bunu bilirəm, çünki yorumlarınızın hər birini oxuyuram. Və sizdən bir şey soruşmaq istəyirəm ki, mənim vloqlarımda daha çox nələri görmək istəyirsinizsə mənə yazın. Nəyi bəyənmirsiniz, nəyi bəyənirsiniz, bunları da yazsaz, uyğun formada yazılan hər bir şeyi mən nəzərə alıram və onu düzəltməyə çalışıram. Buna görə də əgər yorumlarda nə cür vloqların gəlməsini istədiyinizi yazsaz, mənim üçün daha da rahat olar. Almışıq. Bundan başqa lavaş aldıq. 1 manat 50 qəpiyə 10 dənəsi. Və bir də pendir aldıq. Belə kilosu 7 manat idi. Keşdə bazarına getmişdik bildiyiniz kimi. Və yol üstü də biraz alışveriş elədi. İndi onları da sizə göstərim. Ləziz çərəzə getmişdik.
Belə xurma qurusu aldıq, 5 manatlıq. Greska 1 kilosu 92 qəpiyə. Dəziz çərəzdən aldıq. Və bir də yumru düyü 1.80 idi, elə 1 kilo aldıq və 1 manat 80 qəpiyə yumru düyü. Bundan başqa yol üstü belə ıspanaq. Bunu axşama pişirmək fikrim var. Marketdən belə çörək aldıq. Mənim həmişə sevərək yediyim konfetdən aldıq. Formada da biraz çox aldım, endirmə düşmüşdü. Banan və acı biber də aldıq o cümlədən. Bir də mənim yediyim belə çörək var, Baradino çörəkçidən və bundan aldım. Hər səhər, ümumiyyətlə gün ərzində bundan yeyirəm. Düzü bugün bazardan aldığımız lavaşdan yedim, amma normalda bundan yeyirəm. Və kartof, 2 dənə də sarımsaq var orada. Bir də oturum çayımı içeyim. Bu arada bura üçün biz zakaz verdik. Bura bir şkaf gələcək. Bu günlərdə gəlməlidir. Çayımı da bu günlərdə ən çox sevdiyim xurma qurusu ilə içirəm. Həqiqətən də çox dadlıdır. Vloguma baxdığınıza görə hamınıza təşəkkür edirəm. Növbəti vloglarda görüşərik. Hələlik.